69-cu sual. Bir boru hovuzun 16'da 7 hissəsini, ikinci isə 16'da 5 hissəsini doldurdu. Cəmi hovuzun 16'da 12 hissəsi dolubdur. 16'da 12'də ixtisar gedəndə qalır 4'də 3. Hovuzun hansı hissəsi boş qaldı? 1 tamdan da 4'də 3 çıxsaq verir bizə 4'də 1. Düzgün cavabımız C variantı. Yetmişinci sual. Oğlun 10 yaşı var. Onun yaşı atasının yaşının 7'də 2 hissəsinə bərabərdir. 7'də 2 hissəsi 10 olan ədədi tapmaq üçün ədədi hissə göstərən ədədə böləcəyik. 10 vurulsun 2'də 7 bərabərdir. İxtisarımızı aparsaq 5'də 7'nin 35. Atanın 35 yaşı vardır. B variantı. %71. Kızın 12 yaşı var. Onun yaşı anasının yaşının 8'də 3 hissəsinə bərabərdir. 8'də 3 hissəsi 12 olan ədədi hesablayacağıq. 12'ni 8'də 3'ə bölürük. 12 vurulsun 3'də 8 bərabərdir. İxtisarlarımızı aparsaq 32. Ananın 32 yaşı vardır. Düzgün cevabımız B variantı. 73-cü sual. Məxrəci 19 olan kəsirlərdən ən böyük düzgün kəsirlə ən kiçik düzgün kəsirin fərqini tapın. Ən böyük düzgün kəsir 19'da 18, ən kiçik düzgün kəsir 19'da 1. Bunların da fərqi verəcəkdir bizə 19'da 17. %72-ci sual. Məxrəci 13 olan ən böyük düzgün kəsir. Məxrəci 13 olan ən böyük düzgün kəsir 13'də 12'dir. Ən kiçik düzgün kəsir. Bunların hasilini istəyir. 13'də 1. Hasil də verir 169'da 12. Düzgün cavabımız Y variantı. 73-cü sual. Məxrəci 19 olan ən böyük düzgün kəsirlər, məxrəci 19 olan ən kiçik düzgün kəsirin fərqi 19'da 1, 19'da 17. Düzgün cavabımız C variantı. 74. 11'də 3 kəsirini sonsuz dövrü olan kəsir şəklində göstərin. Sonsuz dövrü olan kəsir şəklində göstərmək üçün sürəti məxrəcə böləcəyik. 0 tam 0 əlavə etdik. 2 dəfə 22 qalır orada 8, 80 içində 11, 7 dəfə 77, 3 qalır 33 içində 11, 2 dəfə yenə 22 qalır 8, 80 içində 7 dəfə çıxılsın 77 və beləcə dövrü olaraq gidəcəkdir. O da bərabərdir 0 tam dövrdə 27'yə. Düzgün cavabımız B variantı. %75-ci sual. 45'də 16 olan kəsiri sonsuz dövrü olan kəsir şəklində göstərin. Bərabərdir 16'na böləcəyik 45'ə 0 tam 160'ın içində 45 3 dəfə 135 250'nin içində 45 5 dəfə 225 yenə qalır 25 yenə 250'nin içində 45 5 dəfə və beləcə 5 dövr ilə gedəcəkdir. Olur belə 0 tam 3 dövrdə 5. Düzgün cavabımız Y variantı. %76-cı sual. 4 tam 2'də 1 vurulsun 9'da 8 çıxılsın 5 tam 3'də 1 bölünsün 10 tam 3'də 2 bərabərdir. Düzgün olmayan kəsir çevirsə 2'də 9 vurulsun 9'da 8 çıxılsın 3'də 16 bölünsün 3'də 32
bərabərdir. 9'lar ixtisar 7, 8'dən 2 ixtisar 7 qaldı 4, çıxılsın. Tərsinə çevirsək 32 aşağı gəlir, 3 yuxarı qalxır. Üç ilə 3 ixtisar 7, 32 ilə 16 ixtisar 7 qaldı 2'də 1. 4'dən də 2'də 1 çıxanda 3 tam 10'da 5. Düzgün cevabımız 3 tam 10'da 5 B variantı. 77. sual. A'nın hansı natural qiymətində kəsir düzgün olmayan kəsirdir? Yəni A plus 2'də 4 düzgün olmayan kəsir olması üçün A plus 2 düzgün olmayan kəsirdə sürət məxrəcindən böyük və ya bərabər olur. Və yaxud da ki, məxrəc surətindən kiçik və ya bərabər olur. A kiçik bərabərdir 2'dən. 2'dən kiçik natural ədədlər 1 və 2. Düzgün cavabımız B variantı. 78. sual. İfadənin qiymətini hesablayın. 25'də 6 vurulsun 3 tam 4'də 3 vurulsun 9'da 8 bərabərdir. 25'də 6 vurulsun 4'də 15 vurulsun 9'da 8. İxtisarlarımıza aparsaq. 9 ilə 6 3'ə getdi. İxtisar qaldı burada. 3 burada qaldı 2. 4 ilə 8 ixtisar getdi 2. 15 ilə 25 5 ixtisar getdi 5 3 3'lər ixtisar getdi. Qaldı məxrəcdə 5 surətdə isə 4. 5'də 4. Düzgün cavabımız B variantı. 79. sual. Ədədlərinin ən böyüyü hansıdır? 0,73, 0,703, 0,693, 0,167, 0,732. Ən böyüyünü istəyir. Baxıram, tam hissələr bərabərdir. Onu da bir də keçirəm. Deməli, bu ifadə, bu ifadələrin üstünə xətt çəkək. İkinci ifadə, bir də üçüncü ifadə. Baxıram, onda birləri bərabərdir. 100'də 1'ə baxıram. 3, 0, bir də 3. Bu ən kiçikdir. Bu getdi. 1000'də 1'ə baxsaq, burada 0'dır, burada 2'dir. Deməli, ən böyük kəsir bu kəsirdir. 0'da 1000'də 732. Düzgün cavabımız C variantı. 80. sual. 48 ədədin 8'də 7 hissəsini tapın. Ədədi hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vururuq. Sağ getdi qaldı 6 və 7'ni də verir bizə 42. Düzgün cavabımız D variantı. 81. sual. A'nın hansı qiymətində düzgün kəsir olar? 7A plus 8 və 21 məxrəcdə düzgün kəsirlər sürət məxrəcdən kiçik olur. 7A plus 8 kiçikdir 21'dən. 7A kiçikdir 21'dən 8 çıxar 13 verir. A da kiçikdir 1,7'də 6'dan. 1,7 6'dan kiçik natural qiymət 1 verəcəkdir. Düzgün cevabımız Y variantı. 82. sual. Abituriyentlərin qruplar üzrə sənəd vermələri diaqramda göstərilmişdir. İkinci qrupa bütün abituriyentlərin hansı hissəsinin sənəd verdiyini tapın. Demək, tam dairə 360 dərəcədir. 360 dərəcədən 90, 80 və 100 dərəcənin cəmini çıxacaq. Deməli, 80 dərəcə, 100 dərəcə. Bərabərdir. 270, 360'dan 270 çıxdıqda verir bizə 90 dərəcə. Deyir, bu 90 dərəcə tapdıq ikinci qrupdur.
90 dərəcə tam bucağın hansı hissəsidir? Tam bucaq 360 dərəcə, bu birisi də 90 dərəcə bərabərdir 4-dən 1 hissəsidir. Düzgün cavabımız D variantı. 83-cü sual. 4-cü qrupa bütün abituriyentlərin hansı hissəsi sənəd vermişdir? Yenə də tam bucaq 360 dərəcədir, 120 dərəcə, 80 dərəcə, plus 100 dərəcə. Cəm verir bizə 300 dərəcə, cəm verir 300, 360-dan da 300 çıxanda verir bizə 60 dərəcə. 60 dərəcə tam bucağın hansı hissəsini təşkil edir? İxtisarımızı aparsaq 6-da 1 hissəsini təşkil edir bu variantı. 84-cü sual. 2 tam 4'te 3 bölünsün 1 onda 1 plus 3 tam 3'te 1. 2 tam onda 5 çıxılsın 0 tam onda 4 vurulsun 3 tam 3'te 1 bölünsün 5'te 1 ifadəsinin qiymətini hesablayın. Deməli 2 tam 4'te 3'ü mən belə göstərə bilərəm. 4'te 11 kimi vurulsun. Bu da 11 bölünsün elə bir 11 10'da 11'dir. Bunu da artıq vurma kimi yazsaq, 11'də 10 kimi yazsaq, ixtisarlarımızı aparsaq, qalır burada 2'də 5, 2 tam onda 5. 2'də 5 qalır. 3 tam plus 3 tam 3'də 1 bərabərdir. 2'də 5, 2 tam 2'də 1'dir. Plus 3 tam 3'də 1 bərabərdir. Ortaq məxrəcə gətirsək, 2 tam 6'da 3 plus 3 tam 6'da 2 bərabərdir. 5 tam 6'da 5. Deməli, sürəti aldıq. Bax, bu sürətin yerinə yazırıq 5 tam 6'da 5. 5 tam 6'da 5. Keçək məxrəci hesablama. Sıfır tam onda 4 vurulsun. 3 tam 3'də 1'i də 3'də 10 kimi yazsaq bərabərdir. 10'da 4 vurulsun 3'də 10. İxtisarlarımızı sıfır tam onda 4 vurulsun 3 tam 3'də 1 bərabərdir. 10'da 4 vurulsun 3'də 10. İxtisarlarımızı aparsaq qalır 1 tam 3'də 1. Yəni 3'də 4 o da bərabərdir 1 tam 3'də 1. Deməli, mən bax bu ifadənin yerinə 1 tam 3'də 1 yazacağım. 1 tam 3'də 1. İki tam onda 5, 2 tam 2'də 1 deməkdir. Çıxırıq 1 tam 3'də 1 bərabərdir. Ortaq məxrəcə gətirsək, 2 tam 6'da 3 çıxılsın 1 tam 6'da 2. O da bərabərdir 1 tam 6'da 1. Demək ki, mən bu məxrəcin yerinə yazıram 1 tam 6'da 1. Sürəti məxrəcə bölək. 5 tam 6'da 5'i bölürəm 1 tam 6'da 1'ə. Həmin ədədi də 5'də 1'ə bölürəm. Bax, bu ifadəyə bölürəm. Bölürəm 5'də 1'ə. Bərabərdir. Düzgün olmayan kəsrə çevirək. 6'da 35 bölünsün 6'da 7 bölünsün 5'də 1 bərabərdir. Birinci kəsri saxlayaq. Vurulsun 7'də 6. İkinci, üçüncü kəsri tərsinə çevirək. Bərabərdir. 35 ilə 7 ixtisar getdi. 5, 6'lar ixtisar getdi. 5 dəfə 5, 25. Düzgün cavabımız 25 Y variantı. Seksen beşinci sual. 86. sual. 85. sual. Bir fəhlə 8 saata, digər isə həmin işi 6 saata yerinə yetirir. Onlar birlikdə 3 saat işləsələr, işin hansı hissəsi görülməmiş qalar. Bir fəhlə 8 saata yerinə yetirirsə, 1 saata işin 8'də 1 hissəsini yerinə yetirir. Digər fəhlə işi 6 saata yerinə yetirirsə, 1 saata işin 6'da 1 hissəsini yerinə yetirir. Onlar birlikdə 8'də 1 plus 6'da 1.
1 saatda işlədikləri hissədir. Onlar 3 saata. Bunu da vururam 3'ə. Bərabərdir. 3 vurulsun. 3 vuraq. Demək 24'ə gətirəndə 3'ə vururuq, 4'ə vururuq, 3'də 7. Bərabər 24'də 7 bərabərdir. 3 ilə 24 ixtisar getdi. Qalır 8'də 7. İşin 8'də 7 hissəsi görülür. Görülməmiş hissəni soruşursa, birdən də 8'də 7 çıxanda 8'də 1'ə bərabərdir. İşin 8'də 1 hissəsi görülməmiş qalır. Düzgün cavabımız A variantı. 86-cı sual. Kəsirlərdən hansının sürətinə 21, məxrəcinə isə 35 əlavə etdikdə onun qiyməti dəyişməz. Beşdə 3 kəsirini götürək. Sürətinə 21 əlavə edək. Məxrəcinə isə 35 əlavə edək. Bərabərdir. Bu eləyir 24, bu eləyir 40. İxtisara aparsaq 8'ə yenə olacaqdır 5'də 3. Və yaxud da sürətə 21 əlavə etdik, məxrəcə isə 35 əlavə etdik. Bunlar 7'yə ixtisarı getdi, qalır 5'də 3. Deməli, kəsirimiz 5'də 3 kəsiridir. Y variantı. Səksən yeddinci sual. Kəsirlərdən hansının sürətinə 8, məxrəcinə isə 12 əlavə etdikdə qiyməti dəyişmək. 4'ə ixtisar aparsaq 3'də 2. Bu kəsir 3'də 2 kəsiridir. Düzgün cavabımız B variantı. 88-ci sual. 9 tam 7'də 5 vurulsun 1 tam 7'də 1 üstə gələk 4 tam 7'də 2 vurulsun 1 tam 7'də 1. Düzgün olmayan kəsir çevirsək 68 vurulsun 7'də 8 plus 7'də 30 vurulsun 7'də 8. 7'də 8'i ortaq çıxartsaq qalır burada 7'də 68 plus 7'də 30 bərabərdir. 7'də 8 vurulsun 7'də 98. 7, 7, 49, 98'in ixtisar getdi, qaldı 2, 8 dəfə 2'də 16. Düzgün cavabımız 16 B variantı. Ortaq vuruq çıxartmaqla məsələni həll etdim. Başqa variantlardan da istifadə edə bilərsiniz. Səksən doqquzuncu sual. Münasibətlərdən hansı ədədlər üçün A böyükdür, B böyükdür, C olarsa, A-da 1, B-də 1, C-də 1 ədədlərini müqayisə edin. Misal üçün, deyək ki, 4, 3, 2 yazsaq, 4'də 1, o birisi 3'də 1, digəri isə 2'də 1 olacaqdır. Deməli, C-də 1 kəsiri ən böyük olacaqdır. Sürətlər bərabərdirsə, məxrəci kiçik olan kəsir böyük olacaqdır. Deməli, bu ifadədə işarələri əksin olaraq dəyişmək lazımdır. A-da 1 kiçikdir, B-də 1 kiçikdir, C-də 1'dən. Düzgün cavabımız C variantı. 90-cı sual. ABC ədədləri üçün A kiçikdir, B kiçikdir, C olarsa, A-da 1, B-də 1, C-də 1 ədədlərini müqayisə edin. İşarələrin yerini dəyişirik. A-da 1 böyük olacaqdır, B-də 1'dən, o böyük olacaqdır, C-də 1'dən. Düzgün cavabımız C variantı. 91-ci sual. 0,54 ədədinin 27'də 1 hissəsinin üzərinə 2,98 ədədini əlavə etdikdə alınan ədədi tapın. Ədədin hissəsini tapmaq üçün ədədi hissəsi göstərən ədədə vurmaq lazımdır. %54
vurulsun 27'də 1 plus 2 tam %98. İxtisarımıza aparsaq 0 tam %2 plus 2 tam %98 verir bizə 3 tam. Düzgün cevabımız Y variantı. 92. sual 0 tam %72 ədədinin 12'də 1 hissəsinin üzərinə 2 tam %94 ədədini əlavə etdikdə alınan ədədi tapın. Bu %72 vurulsun 12'də 1 plus 2 tam %94. İxtisar aparsaq bu verir bizə 6. 0 tam %6 plus 2 tam %94 bərabərdir 3'ə. Düzgün cevabımız 3. Y variantı. Doksan üçüncü sual. En böyük ile en kiçiğin hasilinin 16 mislini tapın. 2'də 1, 8'də 5, 4'də 3, 4'də 1, bir de 16'da 11. Hamısını 16'ya getirsək, 16'da 8, 16'da 10, 16'da 12, 16'da 4, 16'da 11. En böyük ile en kiçiğin hasilinin 16 misli. En böyüğü 16'da 12, en küçüğü 16'da 4, hasilinin 16 mislini tapın. Beraberdir. 16 ile 4 gitti. 4, 16 ile 16 gitti. 12 ile 4'e bölende kalır burada 3. Düzgün cevabımız A variantı. Doksan dördüncü sual. 6 tam 64'də 19 çıxılsın 5 tam 32'də 7. Plus 3 tam 32'də 5 plus 2 tam 16'da 1. Mötərizələri qaldırsaq 6 tam 64'də 19 çıxılsın 5 tam 32'də 7 plus 3 tam 32'də 5 plus 2 tam 16'da 1 beraberdir. Demek 5 tam 32'də 7 plus mənfi 5 tam 32'də 7 plus 3 tam 32'də 5. Bu verir bize. Bax bu ifadəni yerinə yazacağıq. Mənfi 2 tam 32'də 2. Diğer ifadeye de baxsaq 6 tam 64'də 19 plus demek bu ifadenin yerine de minus yazsam. Minus 2 tam 32'də 2 plus 2 tam 16'da 1. Deməli 32'də 2, 16'da 1 eləyir. Bu iki ifade biri mənfi, biri müsbət islah getdi. Qaldı 6 tam 64'də 19. Düzgün cevabımız Y variantı. 95-ci sual. Bir maşınla qumun hamısını 8 saata, digəri isə ikinci ilə 9 saata daşımalar. Bu maşınlar ikisi birlikdə 4 saat işləsələr, qumun hansı hissəsi daşımamış qalar? Bir işi 8 saata yerinə yetirirsə, 1 saata 8'də 1 hissəsini, digəri bir işi 9 saata yerinə yetirirsə, 1 saata 9'da 1 hissəsini yerinə yetirir. 8'də 1 plus 9'da 1. Bunlar birlikdə 4 saat işləyiblər. 4'ə vururuq. Bərabərdir. 4 vurulsun. 8'də 1 ilə 9'da 1 ortaq məxrəcimiz 72. 72'də bunu 9'a vurmuşuq bunda. 8'e 9'a digərini 8'e vurmuşuq verir bizə 72'də 17 bərabərdir. İxtisarımızı aparsaq 18. 18'də 17 hissəsi işin görülüb. Görülməyən hissəsi isə 1 çıxılsın 18'də 17 bərabərdir 18'də 1'ə. Düzgün cavabımız D variantı. 96-cı sual.
Bir maşında qumu 5 saata, ikinci maşında qumu 6 saata daşımaq olar. Bu maşınlar birlikdə 2 saat işləsələr, qumun hansı hissəsi daşımamış qalar. Bütün işi 5 saata yerinə yetirirsə 1 saata 5-dən 1. Bütün işi 6 saata yerinə yetirirsə 1 saata 6-da 1 hissəsini yerinə yetirir. Cəmi 5-də 1 plus 6-da 1. 1 saata gördüyü işi onlar birlikdə 2 saat işləyiblər. 2-yə vuraq bərabərdir. 2 vurulsun 30'da 11. Demek bunu 6'ya vurmuşuq. Bunu da 5'e vurmuşuq da. Bərabərdir. İxtisarlarımızı aparsaq qalır 15'də 11. Deməli, işin 15'də 11 hissəsi görülüb. İşin bir çıxılsın 15'də 11 hissəsi işlənilməyib. Bu da verir bizə 15'də 4. Düzgün cevabımız A variantı. ...97. sual. Bir boru boş havuzu 5 saata, ikincisi 4 saata doldurur. Her ikisi doldurursa 5'də 1 plus 4'də 1. Onlar birlikdə işləsələr boş havuz neçə saata dolar? Cəmi tapsaq 20'də 9. 20'də 9 hissəsi dolur 1 saata. Deməli, bir tamı da bölürəm 20'də 9'a bərabərdir. 1 vurulsun 9'da 20. Bu da bərabərdir 2 tam 9'da 2. Deməli, 2 tam 9'da 2 saata hovuz dolar. Düzgün cevabımız C variantı. Yəni, 1 saata dolan hissə 20'də 9. Tam hovuzu neçə saata dolduğunu tapmaq üçün 1 tamı 20'də 9'a bölürük. Əgər desəydi hovuzun yarısı neçə saata dolar, onda 2'də 1'ə bölürük 20'də 9'a. ...98. sual. Hansı bərabərlik doğrudur? 0 tam dövrdə 3 bərabərdir 9'da 3, o da verir 3'də 1. A variantı səhvdir. 0 tam 58 dövrdə 3 bərabərdir. Dövrdəki rəqəmin sayı qədər 9, dövrə qədərki rəqəmlərin sayı qədər 0. 583'dən 58 çıxırıq. 583 çıx 58 bərabərdir 900'də 25. 525. 5'i də ixtisar aparsaq 105. 5'i ixtisar aparsaq 180. Yenə 5 ixtisarı gedir. Qalır burada 21, 36. 5'e də ixtisar gedir. Qalır burada 12'də 7. Düzdür. B variantı doğrudur. A doğru, B doğru. C variantına baxaq. 0 tam %82 bərabər 99'da 82. İxtisarımızı aparsaq ixtisar getmir. Yanlış elə olan budur. C variantı yanlışdır. Doğrudur. ...98. sual. Hansı bərabərlik doğrudur? 0 tam %58 dövrdə 3 bərabərdir. Dövrdəki rəqəmlərin sayı qədər 9, dövrə qədərki rəqəmlərin sayı qədər 0 əlavə etdik. 583'dən çıxırıq 58'e. Bərabərdir 900'də 525. İxtisar da aparsaq qalır orada 12'də 7. Düzgün bərabərlik B variantı. ...99... 5 tam 32'də 17... ...çıxılsın 4 tam 16'da 7... ...plus 2 tam
64'də 19 plus 3 tam 32'də 1. İfadəsinin qiymətini hesablayın. Bərabərdir. Mötərizələri qaldırsaq 5 tam bərabərdir. 5 tam 32'də 17 çıxılsın 4 tam 16'da 7 plus 2 tam 64'də 19 plus 3 tam 32'də 1. Deməli, məxrəcləri eyni olanlar bir götürür. 5 tam 32'də 17'dən 3 tam 32'də 1'i çıxsaq qalır burada. Toplasaq 8 tam 32'də 18. Biri müsbət, biri mənfi 64 ilə olanlara baxsaq, bunu 2'yə vursaq, olur belə. 4 tam 32'də 14 çıxılsın. ...99-cu sual. Bu misal müxtəlif variantlarda işləyə bilərik. 32'də 17 çıxılsın 4 tam 16'da 7 plus hələ birinci ifadəni hesablayaq. Mötərizələri qaldırıb da işləyə bilərik. Mötərizələri qaldırmadan 2'yə vursaq verir bizə 5 tam 32'də 17 çıxılsın 4 tam 32'də 14. O da verir bizə 1 tam 32'də 3. İkinci mötərizəyə baxaq. 2 tam 64'də 19 üstə gələ 3 tam 32'də 1. Ortaq məxrəcə gətirsək 2'yə vursaq. Deməli olur 5 tam 64'də 21. Bu ifadələrdə toplasaq 1 tam 32'də 3 plus 5 tam 64'də 21 bərabərdir. 2'yə vursaq bu eləyir 64'də 6. O da verir 6 tam 64'də 27. Düzgün cevabımız D variantı. Yüzüncü sual. 1 tam 4'də 1'in kvadratı vurulsun 15'də 4 plus 3'də 1 ifadəsinin qiymətini hesablayın. Bu verir 4'də 5'in kvadratı vurulsun 15'də 4 plus 3'də 1 bərabərdir. 4'də 5'in kvadratı 16'da 25 vurulsun 15'də 4 plus 3'də 1 bərabərdir. İxtisarımıza aparsaq 5'e ixtisar getdi 3, 5'e ixtisar getdi 5'e ixtisar getdi 5. Qalır burada 12'də 5 plus 3'də 1. Ortaq məxrəcə gətirsək 4'ə vursaq bu eləyir 12'də 9. İxtisarımızı aparsaq qalır burada 4'də 3. Düzgün cavabımız 4'də 3 C variantı. ...101. sual. 1 plus 2'də 1, 1 minus 2'də 1. Hesablasaq, surət eləyir 2'də 3, məxrəc eləyir 2'də 1, ixtisarlarımıza aparsaq 3. Deməli, birinci ifadənin yerinə yazacağıq, bax bunun yerinə 3. İkinci ifadəyə baxaq. 1 plus 4'də 1, bölünsün 1 minus 4'də 1, verir 4'də 5, bu da verir 4'də 3. İxtisarlarımızı aparsaq qalır 3'də 5. Deməli 3 vurulsun 3'də 5. İkinci ifadəyə baxaq, üçüncü ifadəyə baxaq. 1 plus 5'də 1, 1 plus 5'də 1, 1 minus 5'də 1 bərabərdir 5'də 6, bu da verir bizə 5'də 4, 5'lər ixtisar getdi. Bunlar da 4'də 6, ixtisar gedəndə də qalır 2'də 3, vurulsun 2'də 3. İxtisarlarımızı aparsaq verir bizə 2'də 15.
2'də 15 de verir bizə 7 tam 2'də 1 bərabərdir 7 tam 2'də 1. Düzgün cavabımız C variantı. 102. sual. Hansı bərabərlik doğru deyil? 45'də 37'yə baxsaq bərabərdir. Bunu iki formada edə bilərəm. Biri sürəti məxrəcə bölməklə və yaxud da ki, baxıram məxrəcdə 45'dir. Mən bunu 90'a gətirə bilərəm. 90'da 2'yə vuranda 102. sual. Hansı bərabərlik doğru deyil? 45'də 37'ni götürürəm, bərabərdir. Surəti məxrəcə bölək, 37'ni bölürəm 45'ə. 0 tam. Deməli, yazırıq 8 dəfə. 8 dəfə 5'in 40, 4 yadda, 8 dəfə 4'ün 32, 4 yadda da 36. Qalıq qalır 10. 10 45'ə bölünür. 100'ün içində 45 2 dəfə. 90. Qalıq orada yenə qalır 10. Yenə 2 dəfə. Olur belə. 0 tam 10'da 8 dövrdə 2 olmalıdır. Ancaq burada başqa bir ifadə 0 tam dövrdə 51 verib. Deməli, düzgün olmayan B variantıdır. %103. Ədədlərdən böyüyü ilə ən kiçiyin hasilinin 49 mislini tapın. 7'də 1, 14'də 11, 28'də 5, 7'də 6, 28'də 19. 28'e getirəyəm mısın? Olur 28'də 4, 28'də 22, 28'də 5, 28'də 24, 28'də 19. En böyüğü ile en küçük, en büyüğü 28'də 24'tür. En küçüğü ise 28'də 4'tür. Hasilinin 49 mislini tapın. Vururuq 49'a. İxtisar aparsaq 4'e getdi, qaldı burada 7. 4'e getdi 6, 7. 7 ilə 7, 49 getdi. Cavabımız oldu 6. Düzgün cavabımız B variantı. %104. sual. Artma sırasını müəyyən edin. 42, 1 tam 4'də 3, 1 tam dövrdə 4, 1 tam 5'də 2, 1 tam 5'də 2. Deməli, 1 tam %42, 1 tam 4'də 3'ü, 1 tam %75, 1 tam dövrdə 4'ü 4, 4, 4 belə yaza bilərik. 1 tam 5'də 2'ni də yaza bilərik, 1 tam 10'da 4 kimi. Artma sırasını müəyyən edin. Ən böyük ədəd 1 tam %75'dir. 1 tam 4'də 3'tür. 1 tam 4'də 3 ən böyüdür. Ortancıl gələn 1 tam dövrdə 4'tür. 1 tam dövrdə 4. Daha sonra gələn 1 tam %42'dir. Ən kiçiyi də 1 tam 10'da 4'tür. 1 tam 5'də 2'dir. Deməli, 1 tam 5'də 2, 1 tam %42, 1 tam dövrdə 4, 1 tam 4'də 3. Düzgün cavabımız D variantı. %105. sual. Diaqramda elektronika mağazasında 5 gün ərzində satılan elektrik əşyalarının miqdarı haqqında məlumat verilmişdir. Dördüncü gün 18 ədəd elektrik əşyası satılıbsa, 5-ci gün satılan elektrik əşyanın miqdarı nə qədərdir? 4-cü gün 13'də 11'dir. 11'də 3'dür. Deməli, 11'də 3 hissəsi 18 olan ədədi tapırıq. 4-cü gün 11'də 13. Deməli, 18'i bölürəm 11'də 3'ə. Bərabərdir 18 vurulsun 3'də 11. O da bərabərdir 66. Deməli, ümumi 66 elektrik cihazı satılmışdır. Məndən 5-ci gün istəyir. 5-ci gün hansı hissədir? 5-ci gün hissəsini tapaq. 11'də 1,
11-də 3, 11-də 6, 11-də 9, birdən də çıxanda 11-də 9-u verir bizə 11-də 2. Bu 5-ci günün hissəsidir. Bax bu. Deməli, ümumi 66 tapıram. 66-nın 11-də 2 hissəsi ixtisarımızı aparsaq 6, 6 fekin 12. Deməli, 12 sayda elektrik eşyası satılıb 5-ci gün. %106-cı sual. Qatar iki stansiya arasındakı məsafənin 15-də 7 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün daha 3 kilometr getməliyik. Deməli, yolumuzdur. Yolumuzun uzunluğunu bilmirik də. 15 demək, yolun uzunluğunu bilmirik. X. 15-də 7 x-ini gedib. Yolun ortasına çatmaq üçün, ortaya çatmaq üçün daha 3 kilometr getməlidir. 3 kilometr getməlidir. Stansiyalar arasındakı məsafəni istəyir. Deməli, ümumi yol x kilometrdirsə, yolun yarısı 2-də 1 x-dir də. Deməli, bax, buradan bura kimi, bax, bu hissə. 15-də 7x plus 3 kilometr bərabərdir yolun yarısına. 2-də 1 x-ə. Ortaq məxrəcə gətirsək, 30-da 15x çıxılsın 30-da 14x, bunlar ortaq məxrəcə gətirdim. Bərabərdir 3, məşğulları bir yana gördüm. 30-da 1x bərabərdir 3, x də bərabərdir 3 bölünsün 30-da 1, 3 vurulsun 1-də 30, o da bərabərdir 90. Yolun uzunluğu 90 kilometrdir. Düzgün cavabımız 90. 107-ci sual. 6 tam dövrdə A bərabərdir 3-də 19 deyir, A-nı tapın. 3-də 19 kəsrini çevirsək, 19-u 3-ə bölürük. Verir bizə 6 tam 18 qalıq 1. Onun içində 3 dəfə 9, yenə qalıq 1. Olur necə? 6 tam dövrdə 3. Deməli, bax, buradakı A-nın yeri 3-ə bərabərdir. A 3-ə bərabərdir. 107, düzgün cavabımız 3. 108-ci sual. 4 dövrdə S bərabərdir 3-də 14. Mən 3-də 14 kəsirini qarışıq kəsirə çevirəcəm. 14-ü 3-ə böləndə 4 dəfə 12 qalır burada 2. Tam bitdi. 20-nin içində 3, 6 dəfə 18 qalıq yenə 2. Yenə 20-nin içindəki 6, 6 təkrarlanır. Bu da verir bizə 4 tam dövrdə 6. Deməli, S bərabərdir 6-ya. Düzgün cavabımız 6. 109-cu sual. 7 tam 10-da 5 bölünsün 3 tam 4-də 3 çıxılsın 2-də 3-ün kvadratı bərabərdir. Birinci əməlimiz 3 tam 4-də 3, 3 tam 4-də 3 çıxılsın kvadrata yüksəltsək 4-də 9 verir. O da verir 2 tam 4-də 1. Demək, 3 tam 4-də 3 çıxılsın 2 tam 4-də 1. O da bərabərdir 1 tam 4-də 2-yə, 1 tam 10-da 5-ə. Daha sonra biz 7 tamam, bax, bu ifadənin yerinə 1 tam 10-da 5 yazıram. 7 tam 10-da 5'i 1 tam 10-da 5'e bölürəm. Verir bizə düzgün cavabımız 5. %110-cu sual. A'nın neçə natural qiyməti 5'də 1 kiçikdir 45'də A kiçikdir 9'da 4 şərtini ödəyir. Ortaq məxrəcə gətirsək 45'də 9 kiçikdir 45'də A kiçikdir 45'də 20. A'nın neçə natural qiyməti? A
9 ile 20'nin arasında olmalıdır. 9 ile 20'nin arasında, belə bax 9-20 arasında ədədlərin sayını tapmaq üçün 20-dən 9 çıxıb üzərinə 1 gəlirik. Çıxırıq 1-i. 20-dən 9 çıxanda 11, 11-dən də 1 çıxırıq 10. Və yaxud da ki 9 ilə 20 arasında ədədləri sayırıq. Düzgün cavabımız 10. %111 0 tam dövrdə 2 plus 0 tam dövrdə 3 plus 0 tam dövrdə 4. Vur x bərabərdir y. Bunları aça da bilərəm, alt-alta yaza da bilərəm. Və yaxud da ki, belə yazaq. 9-da 2 plus 9-da 3 plus 9-da 4 vurulsun x bərabərdir y. Bu verir bizə 9'da 9, o da 1 tam verir. 1 bu x bərabərdir y. Deməli, x-imiz y-ə bərabərdir. Deyir, bu ifadənin qiymətini tap. X plus 3y bölünsün x. X-in yerinə y yazsaq, y plus 3y bərabər bölünsün y. O da verir 4y bölünsün y. O da bərabərdir 4'ə. Düzgün cavabımız 4. %112 A bərabərdir 0 tam dövrdə 6, B bərabərdir 0 tam dövrdə 3 olarsa 2 plus A bölünsün 2'də 1 çıxılsın B nisbətini tapın. 2 plus A 9'da 6'ya bərabərdir. Bölünsün 2'də 1 çıxılsın 9'da 3. Deməli, 2 tam 3'də 2 ixtisarlarımızı aparsaq, bölünsün. Bu da neçə eləyir? 18'e gətirsək, 18'də 9'dan da 2 çıxanda, 9'dan da 6 çıxanda 3. 18'də 9 çıxılsın, 18'də 6. Bunu da 2'yə vurmuşuq. O da eləyir 18'də 3 bərabərdir. 3'də 8 vurulsun. 18'də 3'də 6'da 1'dir. O da verir 1'də 6. Bərabərdir. İxtisar aparsaq 2, 2'də və 8'in də 16. Düzgün cavabımız 16. %113 A bərabərdir 0 tam dövrdə 3, B bərabərdir 0 tam dövrdə 6 olarsa 2 plus A bölünsün B çıxılsın 2'də 1 nisbətini hesablayın. Dövrdə 3 bilirik, 9'da 3 o da bərabərdir 3'də 1, 9'da 6 o da verir bizə 3'də 2. Getirib yerinə qoysam olur 2 tam 3'də 1 bölünsün. 3'də 2'dən də, bax bunun yerinə 3'də 2 yazsam, çıxıram 2'də 1'i, ortaq məxrəc 6'da 4 çıxılsın 6'da 3, o da verir 6'da 1. 6'da 1 bərabərdir. Bu eləyir 3'də 7 vurulsun 1'də 6. İxtisarımızı aparsaq verir bizə 14. Düzgün cavabımız 14. %114-cü sual. Məxrəci 30 olan və 5'də 1, 3'də 1 aralığında yerləşən kəsirlərin sürətləri cəmini tapın. Deməli, məxrəc 30 olmalıdır. 5'də 1 ilə 3'də 1 arasında olmalıdır. Ortaq məxrəcə gətirsək, bu eləyir 30'da 6 kiçikdir 30'da, kiçikdir 30'da 10'dan. Bu aralıqda ola bilər 7, 8, 9. Surətlər cəmini istəyir. 7 plus 8 plus 9 bərabərdir 24'ə. Düzgün cavabımız 24.
ən böyük 2 rəqəmli ədədlə. Deməli 115, ən böyük rəqəmli ədəd 99. Məxrəci 33 olan ən böyük düzgün kəsirin hasilini tapın. Məxrəci 33 olan ən böyük düzgün kəsir 33-də 32-dir. İxtisarlarımızı aparsaq 3, 3-ü də 32-yə vuranda verir bizə 96. Düzgün cavabımız 96. %16-cı sual. Qablaşdırılmış malın qiyməti 85 manatdır. Qabın qiyməti malın qiymətinin 15'də 2 hissəsini təşkil edir. Deməli, qabın qiyməti malın qiymətinin 15'də 2 hissəsini təşkil edirsə, malın qiyməti neçə manatdır? Qablaşdırılmış malın qiyməti 85 manatdır. Deməli, qabı x-ə ifadə edək, malı y-ə ifadə edək, 2-nin 15'ə nisbəti. Qabımız, x-imiz 2K-dır. Y-imiz malımız da 15K-dır. Qablaşdırılmış mal isə x plus y-dir. Yəni 15K plus 2K verir bizə 17K. 17K bərabərdir 85, qablaşdırılmış malın qiyməti, K bərabərdir 5-ə. Malın qiyməti, mal y-dir. Bərabərdir 15, K-nı da 5 tapmış, 15'i 5'ə vuranda verir bizə 75. Düzgün cevabımız 75. %17-ci sual. Məxrəci 18 olan və 3'də 1 və 2'də 1 kəsirin arasında yerləşən olan kəsirlərin sürətləri cəmini istəyir bizdən. Ortaq məxrəcə gətirsək, 18'də 6 kiçikdir 18, kiçikdir 18'də 9'dan. Bu aralıqda yerləşən ədəd, deyək bura bir A desək, A hansı qiymətləri alır? 7, 8. Bu ədədlərin də cəmi verir bizə 15. Düzgün cavabımız 15. %18-ci sual. 5 gün ərzində satılan malın miqdarının gündəlik diaqramı verilib. 3-cü gün 15 ədəd mal satılıbsa, 3-cü gün 11'də 3. 11'də 3 hissəsi 15 olan ədədi tapaq. 15'i bölürük 11'də 3'ə. 15'i 3'də 11'ə vururuq. İxtisarımız aparsaq verir bizə 55. Deməli, ümumi satılan mal 55 mal. İkinci gün satılan mal miqdarı nə qədərdir? İkinci günün hissəsini tapsaq 11'də 3, 6, 9. Bir tamdan çıxsaq 11'də 9'u digər hissələri qalır 11'də 2 hissə. Bu olacaqdır ikinci gün. 55'in də 11'də 2 hissəsini hesablayırıq. Bu da verir bizə 10. Düzgün cavabımız 10. İkinci gün satılan malın miqdarı 10 saydadır. %19. Ədədin 4'də 1 ilə ədədi bilmirik. X 9'da 4'ünün cəmi 25'ə bərabərdir. Bu ədədin 4'dən 1'ini tapın. Ortaq məxrəcə gətirsək, 36'da 9 plus 36'da 16. X bərabərdir 25. 36'da 25 x bərabərdir 25. X bərabərdir 25 bölünsün 36'da 25. X bərabərdir 25 vurulsun 25'də 36. İxtisarlarımızı aparsaq verir bizə 36. Deməli, malın ədədin özü 36'dır. 36 tapmışıq. Bu ədədin 4'dən 1'ini tapın. 36'nın 4'dən 1 hissəsi verəcəkdir bizə 9. Düzgün cavabımız 9. %20-ci sual. 36 çıxılsın n kvadratı, m kvadratı kəsrinin tam ədəd edən natural n'lərin cəmini soruşur. Tam ədəd olması üçün bu kəsri ayrı-ayrı yazaq. 36 bölünsün n kvadratı çıxılsın n kvadratında n kvadratı. Parçalasaq bu iki ifadə 1 verəcəkdir. Olur 36 bölünsün n kvadratı çıxılsın 1. Deyir ki,
qiyməti tam ədəd edən natural enləri tapmalıyıq. Bu n elə bir ədəd olmalıdır ki, 36-nın bölənləri olmalıdır. 36-nın bölənləri 1, 2, 3, 4, 6, 9, 12, 18, bir də 36-nın özüdür. Bu da n kvadratıdır. Kvadratı 1 olan ədəd 1'dir. N'in yerinə 1 yaza bilərəm. Kvadratı 4 olan ədəd 4 olması üçün n kvadratı n'in yerinə 2 yaza bilərik. Kvadratı 9 olan ədəd n'in yerinə 3 yaza bilərik. Kvadratı 36 olan ədəd n bərabərdir 6 yaza bilərik. Bizdən nə istəyir? Bizdən bu ədədlərin cəmini istəyir. N'lərin cəmini istəyir. 1, üstə gələ 2, üstə gələ 3, üstə gələ 6. Cəmdə verir bizə 12. Düzgün cavabımız 12. Bunun digər variantında yaza bilərik. Qısa variantı. Qısa variantını da göstərim. Deməli, bu ifadə tam qiymət alması üçün bax, bu hissəni götürmək lazımdır. 36 bölünsün n'in kvadratı. N'in yerinə nə yazsaq bu ifadə tam qiymət ala bilər. 1 yaza bilərik. N'in yerinə 2 yaza bilərəm. N'in yerinə 3 yaza bilərəm. N'in yerinə bir də 6 yaza bilərəm ki, bu ifadə tam qiymət alsın. Onların da cəmi verəcəkdir bizə 12. %121 64 plus n kvadratı bölünsün n kvadratı kəsrini tam edən natural n'lərin hasilini soruşur. Yenə də bax buradan bu hissəni götürürük. Demək, n'in yerinə 64'ün bölənlərini yazmalıyım. 1 yaza bilərəm, n'in yerinə 2 yaza bilərəm, n'in yerinə 4 yaza bilərəm, n'in yerinə bir də 8 yaza bilərəm. Bunların da hasilini hesablasaq, 1 vur 2 vur 4 vur 8. O da verir bizə 64. %122. Kəsirin qiymətini hesablayın. 6 sürətdədir. Məxrəcdə 0,3, 0,33 plus 0,6, 0,66 çıxılsın 0,9, 0,99. Bu kəsirləri ayrı-ayrı götürsək, baxın 0,3 bölünsün 0,133. Sürətlə məxrəci 100-ə vururam. Bu olur 30, bu olur 33. İxtisar aparsaq qalır burada 11'də 10. Digəri eyni qayda ilə 0,6, 0,166. Sürət və məxrəci 100-ə vursaq, bu eləyir 60, bu eləyir 66. İxtisar aparsaq 6-ya olur 11'də 10. Digərinə baxsaq 0,9, 0,99. O da eyni qayda ilə 100'ə vursaq 90, 99. Bu da verəcəkdir 11'də 10. Deməli, bu iki ifadəni toplayıb çıxmalıyıq bunu. Deməli, bunlar islah getdi. Qaldı sürətdə nə? Sürətdə 6 qalıb, məxrəcdə isə qalıb 11'də 10. 6'nı da 11'də 10'a bölək. Bu hissəni silim. Altı bölünsün 11'də 10. Sanki belədir, bax 6 bölünsün 11'də 10. O da bərabərdir 6 vurulsun 10'da 11. İxtisarımızı aparsaq 2'yə qalır burada 5. Burada qalır 3. 5'də 33. O da verir bizə 6 tam 5'də 3. Altdan 5'də 3 də verir bizə 6 tam 10'da 6. 6 tam 10'da 6. Düzgün cevabımız 6 tam 10'da 6. %123-cü sual. Kəsirin düzgün kəsir olması üçün n'in aldığı natural qiymətlərin cəmini hesablayın. Düzgün kəsir olması üçün kəsirin surəti kiçik olmalıdır məxrəcindən. 2n plus 13'dən. Geçirsək sol tərəfə verir bizə 3n çıxılsın kiçikdir 17'dən.
N də kiçikdir. 17-də 3-ə böləndə verir bizə 5/3-də 2-dən. N hansı qiymətləri ala bilər? 1, 2, 3, 4, bir də 5. İndi gəlin yoxlayaq. N-in yerinə 1 qoysaq düzgün kəsirdir. 2 qoysaq düzgün kəsirdir. 3 yazsaq düzgün kəsirdir. 5 yazsaq düzgün kəsirdir. Bizdən nə istəyir? Qiymətlərin cəmini 1 plus 2 plus 3 plus 4 plus 5 bərabərdir 15. Düzgün cavabımız 15. %124. 3 ardıcıl tək natural ədəd. 3 ardıcıl tək natural ədəd. Birinci ədəd x, ikinci ədəd x plus 2, üçüncü ədəd isə x plus 4'dür. Cəminin 5'də 3 hissəsi. Toplasaq 3x plus 6 cəminin 5'də 3 hissəsi vurulsun 5'də 3 bərabərdir 70,2 olarsa böyük ədədi tapın. Məsələni tənbih qurmaqla həll edin. Demək 3x plus 6 bərabərdir 70,2 vuruq hasil 70,2'ni onda ilə bir 702'ni bölürük 5'də 3'ə vururam 3'də 5'ə. İxtisarlarımızı aparsaq 2 ilə də 702 gedəndə 31 351. 351 ilə də 3'ü ixtisar aparsaq deməli 3x plus 6 bərabərdir 1, 117. 3x bərabərdir 111, x bərabərdir 37'yə. Deməli birinci ədədimiz 37, ikinci ədədimiz 39, üçüncü ədədimiz isə 41'dir. Buradan böyük ədəd istəyir, böyük ədədimiz 41. Düzgün cavabımız 41. 125-ci sual. Əvvəlcə səbətdə 6 alma, sonra qalan almaların sayını 3'də 1'i qədər, daha sonra 6 alma götürdülər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Deməli, səbətdəki almaların sayını bilmirik, x sayıdır. Əvvəlcə birinci səbətdən 6 alma. Sonra qalan alma. Deməli, qalan alma nə qədər qalıbdır? X minus 6. Almanın sayının 3'dən 1'i qədər. Daha sonra isə üçüncü dəfədə 6 alma götürüblər. Nəticədə əvvəlki almaların yarısı qədər alma qaldı. Əvvəl x idi. X'in yarısı verir bizə 2'də 1x. Deməli mən ümumilikdə yarısıdır da bu. Götürdüklərim yarısı. Toplasam 12 plus x minus 6 vurulsun 3'də 1 bərabərdir 2'də 1 x'ə. Başqa cürə də tənli yaza bilərdiniz. Amma daha rahat budur məncə. 3'də 1 x çıxılsın 6'nı 3'də 1'ə vuranda 2 bərabərdir 2'də 1 x. Məşğullar bir yana, məlumlar bir yana yığıldıqda bu verir bizə 6'da 2, 6'da 3, çıxanda 6'da 1 x bərabərdir 10'a, x də bərabərdir 60'a. Əvvəlcə səbətdə 60 ədəd alma var idi. %126 düzgün kəsir olması üçün 7n minus 6 bir də 3n plus 15. Düzgün kəsir olması üçün n'in aldığı natural qiymətlərin cəmini tapın. Düzgün kəsir olması üçün 7n minus 6 kiçik olmalıdır 3n plus 15'dən. Keçirsək sol tərəfə 4n kiçik olmalıdır 21'dən, n də kiçik olmalıdır 5/4'də 1'dən. 5/4'də 1'dən kiçik olan ədədlər 1, 2, 3, 4, 5. Bu ədədlərin cəmini tapın. Bu ədədlərin cəmi də verəcəkdir bizə 15. 1, 2, 3, 4, 5. Cəm də verir bizə 15. Düzgün cavabımız 15. Bu qədər.